Şəhid Amal Qarayev 2001-ci il yanvarın 23-də Yardımlı rayonunun Əruz kəndində anadan olub. Subay idi. Azərbaycan ordusunun əskəri olan Amal Qarayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amal Qarayev oktyabrın 4-ü 2020-ci il tarixində Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Yardımlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Amal Qarayev ölümündən sonra Vətən uğrunda medalı ilə 18 dekabr 2020-ci il İgidliyə görə medalı ilə 24 dekabr 2020-ci il Cəbrayılın azad olunmasına görə medalı ilə 25 dekabr 2020-ci il Füzulinin azad olunmasına görə medalı ilə 24 iyun 2021-ci il tarixli sərəncamına əsasən Amal Qarayev ölümündən sonra Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilmişdir. Məqamın uca olsun şəhidin.